6 dənə alça 14 manat. Qiymət şokunu yaşadıqdan sonra əşya hələ dərmanlıdır təsəllisini edib keçirəm həftəlik alış-verişi. Bizim evdə yumurta, xama, pendir olmayanda elə bilirəm heç nə yoxdur yeməyə. Yurdum çanaq pendiri və xaması çox dadlı olur. Hər zaman seçimimiz bu məhsullardır deyərdim. Bugün sadəcə həftəlik lazım olanları alacağım. Alış-verişdə hər məhsul yox, yalnız istifadə edəcəyimiz qədər ərzaq alıram ki, israfçılıq olmasın. Oğlum da yanımdaydı, orada kiçik öhdəliklər verirəm ona, arabanı sürmək, məhsulları arabaya yığıb sonra kassaya qoymaq. İndidən bu cür işlərin ona müsbət təsir etdiyini düşünürəm. Nəysə, keçək meyvə-tərəvəz almağa. Adətən meyvəni marketdən almıram. Evimizə yaxın mağaza var, oradan alıram. Həm qiymət marketdən biraz daha münasib olur, həm də çeşid çoxdur. Bu arada mən meyvə və tərəvəzləri kilo ilə deyil, ədədlə alıram. Bu mənə bacımdan keçmiş bir alışqanlıqdır. Həmişə tələbə vaxtı ərzaq israf olmasın deyə yeyəcəyimiz qədər alardı. Ondan elə görmüşəm və hər zaman alış-verişi də o formada edirəm. Nəysə, lazım olanları da alıb gəldim evə və sırasıyla ərzaqları yerləşdirməyə başladım. Videonu burada sonlandırıram və mənə maraqlıdır xanımlar, bəs siz necə həftəlik yoxsa aylıq bazarlıq edirsiniz daha çox?